Funksiyalar dərsimizin 3-cü və ən maraqlı hissəsinə xoş gəldiniz. Keçən 2 dərsdə biz funksiya qurmağı, ondan geriyə data qaytarmağı və ona parametrlə göndərməyi öyrəndik. Amma fərqindəsinizsə, bəzən yazdığımız funksiyalar çox sadə olur. Gövdəsi daxilində cəmi bir sətr kod ya da 2 sətr kod maksimum olur və bu da professional sənətdə cəmi bir sətirlik iş görən funksiyalar üçün uzun-uzadı fiqurlu mötərizələr yazmağa ehtiyac yoxdur. Və həmin onun içində də return yazmaq, yəni siz cəmi 2 dənə dəyəri toplayacaqsınız, amma bu 2 dəyər toplamaq üçün biz 3 sətr kod yazacağıq. Məsəl üçün integer, sum deyə biz bir funksiya yazdıq. Bu sum funksiyası integer B tipində 2 dənə parametr qəbul edir və biz bu parametri return edirik. Yaxşı, məsəl üçün orada total deyirəm. Total bərabər olur. Ya da ehtiyac yoxdur. Return A QS B deyirik və bunu çağırırıq biz main funksiyamızın içində. Yəni gördüyünüz kimi bizim cəmi çox sadə bir dənə funksiyamız var və bu funksiya bizə vaxt bildirir. Və biz bunun qarşısını almaq üçün daha qısa yazılışdan istifadə edirik. Yəni sadə funksiyaları daha sadə şəkildə yazırıq. Dart dilində bizə Dart necə deyərlər? Yəni bizi bir sətri indirmək üçün möhtəşəm bir dənə silah verir. Bunun adına arrow function deyilir. Yəni arrow funksiyalar. Arrow funksiyalar çox sadə şəkildə bərabər və böyükdür işarəsi ilə yazılır. Məsəl üçün biz indi yuxarıda integer sum və integer funksiyasından sum funksiyasını yazdıq. Gəlin indi biz onu arrow funksiyası vasitəsilə yazaq. Necə yazırıq? Sizə düşür aşağıda. Yenə eyni şəkildə integer funksiyanı yazdıqmı? Sum yazdıqmı? Sum yazandan sonra hop, bunun içində integer A-nı qəbul edirəm. Deyirəm ki, sən integer B-ni qəbul edirəmmi? Bunu qəbul edəndən sonra, möhtərizədən sonra bərabərdir, böyüdür işarəsi qoyuram. Yazıram ki, A plus B. Bu qədər. Deməli, mən burada deməli, nə edirəm? Nələri eləmirəm daha doğrusu? 1. Əgər mən float arrow funksiyası istifadə edirəmsə, yəni bərabər və böyük işarəsindən istifadə edən funksiya yazıramsa, onun içində bunlar olmaz. 1. Nə olmaz? Bu fiqurlu mötərizəni istifadə edə bilmərəm. Mümkün deyil. Bunu silmək lazımdır. Olmaz. Bu işarədən sonra, baxın, bu bərabər böyük işarəsindən sonra mən return yaza bilmərəm. Return yazsam, Dart başlayacaq xəta verməyə. Olmaz. Bir sətirdən ibarət bu kodumu bir sətirdə yazdım və qurtarır gedir. Məsələn, adi bir dənə gəlin void ilə bağlı bir mesaj funksiya yazaq. Məsəl üçün void say hello deyə bir dənə funksiya yazaq. Bu funksiya nə edir? Prosto. Bir dənə adi bir dənə print çıxaracaq da ekrana. Yazaq ki, birinci ondan sonra print hello world yazsın. Və bəli, bu qədər sadədir. Mənim funksiyam bu ikisini yerinə yetirir. Yəni dönə-dönə deyirəm. Mən əgər fact arrow istifadə edirəmsə, fiqurlu mötərizədən və return sözlərindən istifadə eləmirəm. Çünki zaten fact arrow funksiyası mənə son nəticəni geri qaytararaq return edir. Məsəl üçün, bu necə yoxlayaq? Gəlin yoxlayaq. Integer total deyirəm. Total bərabərdir. Hansı funksiyamıza bərabərdir? Sum funksiyamıza. Sum funksiyamızın bura 2 olsun, burada olsun 3. Aşağıda düşək, print eləyək. Print total. Əla. Baxırıq, 5-imizi ekrana yazırıq. 5 yazırıq. Hətta düşürəm aşağı. Say hello funksiyasını çağıraq. Bu qədər sadə. Yəni, refresh edirik. Bəli, hello world sözü ekrana çıxdı. Dostlar, gördüyümüz kimi hər iki funksiya tamamilə eyni rəsmi nəticəni verdi. Amma arrow funksiyası sayəsində bizim kodumuz daha təmiz, daha qısa və daha oxunaqlı oldu. Yəni, qısaca belə bir dənə eləyək. Əgər bizim funksiyamız sadədirsə, bir sətirdən ibarətdirsə, biz onu
Avro funksiya daxilində yaza bilərik. Avro funksiya bizim kodumuzu bir sətrə endirir və daha az vaxtımızın getməyinə şərait yaradır. Amma hansı hallarda fat arrowlar funksiyasından istifadə etmək olmaz? Hansı hallarda? 1. Əgər mənim sətrim 3-4 sətr olacaqsa, mən heç vaxt fat arrow funksiyası yaza bilmərəm. Yəni, necə deyim, burada bir dənə kopyalamışdım, onu gətirim qoyum. Baxın, bura atacam yorum sətrin içinə. Bax, bax bu funksiya olmaz. Bu funksiya olmaz. Niyə? Çünki mən həm burada funksiyanı yazıram. Arıq qoyandan sonra gəlib bu mötərizəni açıram. Olmaz. Yəni, bunu istifadə eləmək olmaz. Sonra, bir neçə sətrə bölüb yazmaq olmaz. Olmaz. Return yazmaq olmaz. Əgər bizə belə bir şey lazımdırsa, gedib if-lə, if-else-lə və ya dövrlə, for while-lə istifadə edib normal bildiyimiz dədə-baba funksiyamızdan istifadə etmək. Yox, bizim funksiyamız cəmi bir neçə sətirdən, bir sətirdən, bir neçə, yox, sadəcə bir sətirdən ibarət olacaqsa və sadə bir funksiyası biz onu daha sadə şəkildə belə fat arrow şəklində yazmalıyıq. Deməli, sizin buradakı tapşırığınız nə olacaq? Siz nə edəcəksiniz? Geri dönüş tipi dal olan çöldən dairənin radiusunu, yəni radiusunu göndərəcəksiniz və bizim funksiyamız bizə dairənin nəyini hesablasın qaytarsın radiusuna? Sahəsini hesablayan, bəli. Sahəsi necə hesablanır? Pi-ni vururuq 2 radiusu, yəni pi r kvadratıdır. Yəni siz elə bir funksiya yazacaqsınız double tipində. Amma bunu fat arrow şəklində yazacaqsınız. Çox sadə bir şəkildə funksiyadır. Yəni nə edəcəksiniz? Çöldən dairənin radiusunu göndərəcəksiniz və funksiyanın daxilində pi r kvadratı vasitəsilə dairənin sahəsini hesablayacaqsınız. Bu da bizim fat arrow funksiyamız.